O vaxtı sonra bunu yanağını qoyduq musiqolaya, musiqi məktəbinə. Balaca uşağı idi. Ondan özünün zövqü. Zövqü var. Hər adamda olmur ya. Yaxşı, öz qəşəng zövqü. Cavid, Allah canını sağ olsun, o dostumuz. O gözəl sənətkardır. Yəni, bir dəfə yadıma da qulaqsan, Allah maşallah deyir. Onun yaxşı zövqü var. Maşallah istedadı var. Bir yığışmışıq həmlənə üçün. Nəyə görə çəkiliş edirik? Bilənlər bilir, bilməyənlər də. O necə ki, misal üçün eldə, obada, kənddə hər yerdə bilir ki, falan keslərdəndir. Belə söyləyirlər var. O falan kes kimdir? Falan keslərdəndir. Ona görə də burada biz başa salmalıyıq ki, nə var, nə bu, yəni elə belə deyil də, bu adam yəni bizimdir, yəni ona görə yox ki, mənim bacım oğludur. Həqiqətən də ruhən qəlbən bizə yaxın adamdır, bizim adamdır, şükür Allaha. Yəni bizdə də şükür Allaha bilirsən ki, elə şey yoxdur, kim olursa olsun, istəyir yad olsun, istər qohum olsun, əgər yaxşıdırsa, biz yaxşıya yaxşı deyirik, pisə pis, düzü əlinə əyilir. Uğurlar, həyat. Çox sağ ol, Allah şükür. Həyatda, sənətdə. Böylükdən siz eləməsin. Allah sənə var eləsin həmişə. Başım, sənə inanırıq. Ümid edirik, inşallah. O yoluma getməyəlim. İnşallah Allah qoysa, Allah razı olsun. yaxşı olar, Allah köməyiniz. Çox sağ ol.